Respublikamızda dövlətə pambıq satışı planını birinci olaraq yerinə yetirənlər sırasında Mirbəşir rayonunun adı fəxrlə çəkilir. Nərimanov adına kolxoz bu şərəfli işdə xüsusilə fərqlənmişdir. Budur, namuslu əməkləri ilə geniş pambıq tarlalarının bəzəyi olan Qəhrəmanova bacıları, Bəsti, Baxçagül və Püstə indiyədək 20 ton ağ qızıl yığıb dövlətə təhvil vermişlər. Kolxozda pambıq yığan maşınlardan geniş istifadə edilmişdir. Qabaqcıl mexaniklərdən İsmail Məmmədov plandan əlavə 7 ton məhsul toplamışdır. Bacarıqlı mexanik gündəlik işinin nəticəsinə özü nəzarət edir. İsmail Məmmədov səmərəli işinə görə radio qəbul edici cihaz ilə mükafatlandırıldı. Bəsti Orucovanın da aldığı hədiyyə çox yaxşıdır. Səmərəli iş günündən sonra belə samavarın pürrəng çayına qonaq olmaq pis olmaz. Kolxozun pambıq ustaları Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin qarşıdakı plenumunun açılışı gününədək üzərlərinə götürdükləri əlavə öhdəçiliyi də şərəflə yerinə yetirəcəklər. Dövlətə pambıq təhvili davam edir.